La ilahe illallah Muhammedun Rasulullah kəlməsini doğruldan insan gözəl sözə, gözəl danışığa, gözəl davranışa müvəffəq olur. Deməli, tövhid deyildiyi zaman sadəcə müəyyən şərtlər, rükunlar sayılmır. O, insan qəlbində yaşaması deməkdir. Əgər bir insan valideynləri ilə yaxşı davranmırsa, deməli, bilmək lazımdır, onun tövhidində problem var. Əgər tövhidi gerçəkləşdirəndirsə, onun fəzilətlərindən odur ki, o insan gözəl danışığa və gözəl rəftara müvəffəq olur. Birincisi, insan Rəbbi ilə gözəl rəftara müvəffəq olur. Allaha olan ibadətini sevir. Həm fərzləri, həmçinin nafilələri sevir. Ona görə alimlər buyurur ki, insanın qəlbinə iki şey gəlir. Dünya məsələləri və bir də axirət məsələləri. Əgər nafilələrdə səhlənkarlıq yaranarsa, baxsın insan qəlbinə görəcək ki, dünya məsələləri axirət məsələlərini üstələyib. Hidayət nemətinin, iman nemətinin qiymətini bilən, tövhidin qiymətini bilən insan bilir ki, onun düzgün olmayan davranışı, düzgün olmayan danışığı bunu yaralayır. Və tövhid əhli üçün hidayət neməti, iman neməti hər şeydən qiymətli olduğuna görə onların nəfsinə toxunan şeylərdən keçirdilər ki, bu qalsın. Amma insan da var, maraqlandırmır. Tövhidi gerçəkləşdirən insanlar başqasıyla davrandığı zaman gözlərinin qarşısında Allahı tutaraq davranırlar. Allah sevgisi, iman, hidayət, tövhid, ixlas bunlar yaralanmaz. Bunlara xələl gəlməz.